الثقلين سراج الحرمين امام الثقلين سراج الحرمين Hamişiyələrindən salam olsun Hüseynə Hamişiyələrindən salam olsun Hüseynə Hüseyn Safa Safadır Hüseyn Zahra Ziyadır Hüseyn dərdə dəvadır Hüseyn Babərəcadır Əgər ki vətən etmiş adi kərva bəladır Əcəb ali bənadır Onun sakfı təladır Hemen kubbenin hatta beraber de duadır Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed ve ali Muhammed. Salam əziz tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Aşura məktəbi verilişinə baxırsınız. Əziz tamaşaçılar, bu matəm günlər münasibəti ilə hər birinizə təsliyyət ərz edirəm. Bildiyiniz kimi Məhərrəm və Səfər ayları üzrə verilişimiz davam edəcək və dəyərli ekspert və alimləri verilişimizə dəvət edəcəyik ki, onlardan ala biləcəyimiz dərsləri, ibrətləri siz əzizlərə çatdıraq. Bugünkü verilişimizin də qonağı dəyərli ustad, İslamda övlad tərbiyəsi üzrə ekspert, ilahiyyatçı Rüfət Həbiboğludur. Salam əleykum ustad, hər vaxtınız xeyirli olsun, xoş gəlibsiniz. Aleyküm əssalam, Fuad müəllim. Mən sizi və bizi izləyən əziz tamaşaçıları salamlayıram. Başda İmam Zaman əleyhissalam olmaqla bütün əhl-i beyt sevərlərə bu hüzünlü günlər münasibəti ilə başsağlığı diləyirəm. Çox sağ olun, Allah razı olsun ustad. Əziz tamaşaçılar, bugünkü verilişimizin mövzusu çox maraqlı bir mövzudur və deyərdim ki, bu mövzuya toxunan dəyərli alimlərimiz, ekspertlərimiz azdır. Mövzumuz bundan ibarətdir ki, İslamda İmam Hüseyn əleyhissalamın sirəsində övlad tərbiyəsidir. Yəni İmam Hüseyn əleyhissalam övlad tərbiyəsində istifadə etdiyi metodlardan danışacağıq. Yəni bu cür qeyd edərdim ki, övlad tərbiyəsi dedikdə təkcə onun maddi cəhətdən qidalandırmaq və yaxud da ki, hansısa ehtiyacını təmin etmək deyil, onun mənəviyyatı ilə də məşğul olmaq lazımdır. Bu haqda inşallah dəyərli ustadımız ətraflı məlumat verəcək. Buyurun ustad. Bismillahirrahmanirrahim. Rabbi hablə hukmən və əlhiqni bis-salihin. Sallallahu aleykə ya Əba Abdullah. Övlad tərbiyəsi İslam dinində ən mühüm və önəmli məsələlərdən biridir. Bəli. Övlad Allahın bizə verdiyi bir neymətdir. Allahın verdiyi neymətlərin müqabilində, qarşısında biz görək, şükür edək. Və dini mətnlərdə də buyurulur ki, neymətin şükrünü yerinə yetirsəniz, Allah o neyməti artırar. Bəli. İki formada biz bir neymətin şükrünü yerinə yetirə bilərik. Münasib sözlərdən istifadə etməklə, Quran-ı Kərim buna bizə öyrədir. Elhamdülillahi Rabbil aləmin. Fatihə surəsində. Amma bundan üstünü öz davranışımız və rəftarımızla bizə verilən neymətin şükrünü yerinə yetirə bilərik. Övlad bir neymətdir. O neymətin şükrünü biz əməli formada necə yerinə yetirə bilərik? Övladımızı düzgün tərbiyə etməklə. Yaxşı, övladımızı biz necə düzgün tərbiyə edək? Bunun bir metodu var, yolları var, yoxsa yoxdur. Baxın, Fuad müəllim, biz bir ağac əkmək istəsək, bu ağacı əkməyin özünün bir qaydası var. Doğrudur. Bağban bu qaydalardan xəbərdar olmasa ağacı əkə bilməz. Müəyyən onun üslubları var. Ağac bizim nəzərimizdə cansız deyil, amma biz ona bir cansız bir mövcud kimi baxırıq. Ağacın əkilməyinin qaydaları varsa, insan həm vücudu var, həm də ruhu var. Deməli, onun tərbiyəsinin də özünə məxsus qaydaları olmalıdır. Evet. Əslində biz insanı tərbiyə etmək istəyiriksə, insanşünas olmalıyıq. Yaxşı, biz kimdən öyrənək insanı necə tərbiyə etmək lazımdır? Maraqlısı buradır, bəli. Məsum, günahsız, vəhyə bağlı olan şəxslərdən. Ən etibarlı insanlardan. Öz yaşadıkları həyatları boyunca hamıya ülgü və nümunə olan şəxslərdən. Və
bizim bugünkü aya, Məhərrəm ayına münasib biz İmam Hüseyn əleyhissalamın sirəsində övladları ilə tərbiyəvi metodlar haqqında danışmaq istəyirik. Biz bilmək istəyirik ki, Məhərrəm ayını biz keçirdirik, Səfər ayını biz keçirdirik, 10 günlük Məhərrəm ayının ilk 10 günlüyünü biz əza məclislərində iştirak edirik. Biz bunu nə üçün edirik? İstəyirik həmin imama oxşayaq. İmam bizim üçün nümunədir. İbadətimizdə, itaətimizdə, yaşam tərzimizdə özümüzü imama oxşadaq. Bəli. Amma biz çalışmalıyıq ki, özümüzü hər tərəfli imama oxşadaq. Bəzi sahələrdə oxşadıb, bəzi sahələri unutmaqla yox. Həmin sahələrdən də biri övlad tərbiyəsidir. İmam özünün yaşadığı həyatı ərzində bir çox məqamlarda, məkanlarda, müxtəlif zamanlarda bizə nümunələr verib. Övladımız ilə necə davranmağı bizə öyrədib. Bəli. İndiki dildə desək, bədən dili ilə, özünün davranışı ilə, rəftarı ilə bizə də müəyyən mesajlar ötürüb. Biz də həmin mesajları alıb icra etməliyik. Həmin mesajlardan biri övlad tərbiyəsinə aiddir. Bizim birinci verilişimiz İmam Hüseyn əleyhissalamın Kərbəla hadisəsinə qədər övlad tərbiyəsində istifadə etdiyi metodlar haqqındadır. Aha, Biz baxaq görək ki, imam yaşadığı dövrdə hansı tərbiyəvi metodlardan istifadə edib və tərbiyə ekspertləri də həmin metodlardan nümunə götürüblər, ülgü götürüblər, icra ediblər. İmam bizim üçün ülgüdür, nümunədir, biz özümüzü imama oxşatmalıyıq. Fuad müəllim, tərbiyənin bir neçə etapı var. Birinci etap uşağın dünyaya gəlməmişdən əvvəlki mərhələsidir. Hətta dini mətnlərə əsasən həyat yoldaşı seçimi bilavasitə övladın tərbiyəsinə təsir edir. Ki, Həzrəti Məhəmməd Peyğəmbərdən bu haqda hədis var. Bəli. Əhl-i Beyt əleyhissalam bu məsələyə çox ciddi yanaşıblar. Həmin, yəni tərbiyənin düzgün formalaşmasına təsir qoyan bəzi amillər olub, tərbiyənin düzgün formalaşmasına zəmin yaradan bəzi amillər var. Əhl-i Beyt əleyhissalam, xüsusilə də İmam Hüseyn əleyhissalam bu məsələyə diqqətlə yanaşıblar. Misal üçün onlardan biri düzgün həyat yoldaşı seçimidir. Onlardan biri halal qidadır. Halal qidanın insanın şəxsiyyətinin formalaşmasına təsiri var. Hətta dini mətnlərdə vardır ki, haram qida haqqı eşitməyə bir maneədir. Əksinə, halal qida səbəb olur ki, insan haqqı tez qəbul edən olur. Biz Aşura günü İmam Hüseyn əleyhissalamın Ömər Sədin qoşunu ilə danışığına, bir diyaloquna da biz diqqət salaq. İmam buyurur ki, nə üçün imam haqdır? Bizim əqidəvi əsaslarımıza əsasən imam məsumdur, Bəli. haqdır. Həmin günü də insanları haqqa dəvət edirdi və dediyi sözlərin hamısı da haqq idi. Amma necə olurdu ki, özü haqq, dəvəti haqq, sözü haqq, amma qarşı tərəfə təsir eləmir. Maraqlıdır. İmam özü cavabında buyurur ki, sizin qarınlarınız haram qidalarla doludur. Bu və bu kimi məsələlər tərbiyənin düzgün formalaşmasına zəmin yaradır. İkinci diqqət olması məsələ İmam Hüseyn əleyhissalamın sirəsində imamın məhəbbət metodundan istifadə etməsidir. Məhəbbət metodu övlad tərbiyəsində o qədər əsaslı və fundamental bir metoddur ki, bəzi alimlər onu metod yox, tərbiyənin üsullarından hesab edirlər. O qədər təsirlidir. Yəni, məhəbbət vasitəsilə tikanı gölə çevirmək olar. Və imam da bir insanşünasdır. İnsanın psixologiyasından xəbərdardır. Bilir insanın nəyə ehtiyacı var, nə qədər ehtiyacı var və düzgün şəkildə həmin qarşı tərəfdəki şəxsi tərbiyə etmək üçün o ehtiyacı imam ödəyir, həddində ödəyir. Bəli. Məhəbbəti biz övladlarımıza iki formada göstərə bilərik. İmam da bu işi edib. Bəzi sevgi dolu sözlərdən istifadə etməklə və bəzi məhəbbət və mehr dolu rəftarları övladımıza göstərməklə. İkinci birincidən daha təsirlidir.
Yəni rəftarda və davranışda məhəbbəti övlada göstərmək sözlə deməkdən daha təsirlidir. İmam da bu işləri görüb. Məhəbbəti göstərmək o sözdən daha önəmlidir. Bəzi valideynlər göstərə bilmir. Bəziləri müraciət edirlər, belə soruşurlar ki, mən evdə məhəbbət görməmişəm, atam, anam mənə məhəbbət göstərməyib, indi mən övladıma necə məhəbbət edim? Doğru. Ata, ana səhv edib. Mən ki, səhv etməli deyiləm. Mən başa düşdüm, bildim, öyrəndim ki, övladıma məhəbbət etməliyəm. Hansı hədəfə xatir? Onun tərbiyəsinə xatir. Öz ürəyimi soyutmaq üçün yox, onun tərbiyəsinə xatir məhəbbət etməliyəm. Məhəbbət hər bir şəxsin fitri və zati ehtiyacıdır. Baxın, fitri və zati ehtiyac o ehtiyacdır ki, əgər o ödənilməsə, insan həlak olar. Onlardan bəziləri maddidir, bəziləri mənəvidir. Əgər valideyn övladının bu mənəvi ehtiyacını, fitri və zati ehtiyacını düzgün formada, həddində ödəyə bilməsə, övlad bu ehtiyacı evdən kənarda axtaracaq. Niyə? Çünki zati ehtiyacı daxil. Misal üçün, əgər mən bu şəhərdə qalıramsa və bu şəhərdə, bir şəhərdə mən qidalana bilmirəmsə, mən ruzi qazana bilmirəm, qidalana bilmirəm, qida mənim ehtiyacım olduğu üçün başqa şəhərə üz tutacam. Məhəbbət ki, bundan daha üstündür. Əgər mənim valideynim mənə lazımi formada məhəbbət göstərə bilməsə, göstərməsə, övlad həmin o ehtiyacı ödəmək üçün evdən kənara və biganə şəxslərə müraciət edəcək. Bugün bəzi yeniyetmələrin sosial şəbəkələrdə ilişib qalmağının amillərindən biri budur. Sosial şəbəkədə onu tanımayan bir şəxs ona məhəbbət edir. Məhəbbət etdiyi üçün ona bağlanır. Məhəbbət gördüyü üçün ona bağlanır. Amma evdə görsəydi məsələn. Amma evdə görsəydi evə belə olmazdı. Hətta məhəbbətin mən verilişimizə uyğun olaraq çox uzatmaq istəmirəm. Məhəbbətin avtomatik şəkildə qoyduğu təsirlər var. Onlardan biri övladın valideynin sözünü eşitməsidir. Tabe olmasıdır ona. Biz İmam Hüseyn əleyhissalam məhəbbətin müxtəlif metodlarından istifadə eləyib. Həm əməli surətdə, həm müxtəlif sözlərdən istifadə etməklə. Dəyərli ustad, icazənizlə qısa bir fasilə çıxaq, ondan sonra verilişimiz davam edər. Bəli, əziz tamaşaçılar, verilişimiz qısa bir aradan sonra davam edəcək. Verilişimizi izləməyə davam edin. الثقلين سراج الحرمين امام الثقلين سراج الحرمين Hamişiyalarından selam olsun Hüseyin'e Hamişiyalarından selam olsun Hüseyin'e Hüseyin safa safadır Hüseyin Zahra ziyadır Hüseyin derde devadır Hüseyin baberecadır O yer ki vətən etmiş Adi kerva beladır Əcəb ali benadır Onun sakfı tenadır Hemen kubbenin hatta beraberden duadır. Bəli, əziz tamaşaçılar, verilişimiz qısa bir aradan sonra davam edir. Verilişimizin qonağı dəyərli alim, övlad tərbiyəsi üzrə ekspert Rüfət Həbiboğludur. Buyurun ustad. Bəli, biz fasilədən əvvəl qeyd etdik ki, məhəbbət hər bir şəxsin fitri ehtiyacıdır, xüsusilə övladların. Bu məsələyə valideynlər diqqət eləməlidir. Amma İmam Hüseyn əleyhissalamdan biz hansı dərsi öyrənə bilərik? Axı bizim verilişimiz buna aiddir ki, İmam Hüseyn əleyhissalam hansı metoddan istifadə edib, övladlarına məhəbbət edib, etməyib, hansı üslublardan istifadə edib. Ubeydullah İbni Utbə deyir ki, mən İmam Hüseyn əleyhissalamın yanındaydım. İmam Səccad əleyhissalam daxil oldu. Kiçik yaşlarındaydı. İmam Hüseyn əleyhissalam oğlunu görən kimi onu yanına çağırdı, qucaqladı, sinəsinə sıxdı, öpdü. Sonra da belə buyurdu ki, atam sənə fəda olsun. Nə gözəl qoxu gəlir səndən, nə gözəlsən sən. Baxın, imam bu rəftarı ilə məhəbbəti göstərməyin bir neçə metodundan istifadə elədi. Həm dildə öz məhəbbətini övladına göstərdi. Atam sənə fəda olsun.
sən nə gözəlsən, qoxu səndən gözəl qoxu gəlir. Həmçinin əməli və surətdə, davranışı ilə öz məhəbbətini övladına qucaqladı övladını və öpdü. Tərbiyəvi məsələlərdən biri budur ki, məhəbbəti əgər valideyn övladına göstərə bilməsə, öz məhəbbətini isbat eləməmiş sayılır. Bəli, mən səni sevirəm, amma mən sənə sevgi göstərən heç bir davranış göstərmirəm. Bu paradoksdur bir növ. Odur ki, biz çalışmalıyıq ki, imamın bu işindən nümunə götürək, həyatımızda tətbiq edək. Əsas qeyd olunması məsələlərdən biri budur ki, övlada məhəbbətin müəyyən məsələlərə adiyyatı var. Misal üçün, biz məhəbbət edən zaman övladımızın cinsinə diqqət eləməliyik, yaşına diqqət eləməliyik, onun ehtiyacına diqqət eləməliyik. Qız və oğlan övladları arasında məhəbbət fərqlidir. Qızın məhəbbəti ehtiyacı daha çoxdur. Nəyə görə? Onun xilqətinə görə. Yaşda olan fərq 2 yaşlı uşağın məhəbbəti olan ehtiyacı ilə 15 yaşlı uşağın məhəbbəti olan ehtiyacı arasında fərq var. 2 yaşlı uşağın məhəbbəti ehtiyacı, biz onu bir dəfə öpürük, atırıq, tuturuq, bəs eləyir. Amma 15-16 yaşlı yeniyetmənin atanın, ananın diqqətinə, məhəbbətinə, güvəninə daha çox ehtiyacı var. Və həmçinin bəzən ola bilər ki, ailədə 2 övlad olsun, onlardan biri daha çox emosional olsun, amma biri emosional olmasın. Biz hər birinin ehtiyacına uyğun davranmalıyıq. İmam əleyhissalam bütün bunlara diqqət edirdi. Məhəbbəti nə ifrat, nə təfrit mötədil şəkildə ötürmək lazımdır övlada. Əgər ifrat olsa öz problemi var, əgər həddindən az olsa, heç olmasa öz problemi var, mötədil şəkildə ötürülməlidir. İmam Hüseyn əleyhissalamın istifadə etdiyi başqa bir metod təşviq metodudur. Təşviq metodundan Allah Taala da Qurani Kərimdə istifadə edir. Möminlərə buyurur ki, sizin əməlinizin müqabilində sizə cənnət var. Təşviq. Sizin əməlinizin müqabilində cənnəti Allah Taala təsvirə çəkir Quranda. Orada filan çaylar var, orada filan nemətlər var. Bunlar hamısı təşviq metodudur. Təşviqdən istifadə etməklə Allah Taala qarşı tərəfi yaxşı əməllərə həvəsləndirmək istəyir. Valideyn təşviq metodundan istifadə etsə, yerində, həddində dəyərləri övladına ötürə bilər. Ümumiyyətlə, uşağın rəftarına reaksiyanın yaxşı cəhəti də uşaqda möhkəmləndirə bilər pis. Misal üçün, övladımız pis davranan zaman biz tez reaksiya versək, onun yadında qalacaq. Övladımız yaxşı davranan zaman da tez reaksiya versək, yaxşı yadında qalacaq. Bəzən uşaqlıqda olan, 3-4 yaşında olan bir hadisəyə, məsələn, 20 il sonra da insan xatırlayır. Bəli, yadında qalır. Təşviq metodu, İmam Hüseyn əleyhissalam bu metoddan istifadə edib, yerində qarşı tərəfə stimul verir, təşviq metodu. Qarşı tərəfdə elədiyi yaxşı işin ata, valideyn, böyüklər tərəfindən dəyərləndiyini görür. Həmin işi təkrar etməklə adət hala alır övladda. Əgər övladımıza biz... Bu da diqqətdən asılıdır. Əgər valideyn diqqətli olsa, övladının yaxşı işlərinə diqqətli olsa, çox rahat şəkildə dəyərləri övladına öyrədə bilər. Təşviq həmçinin uşağın və övladın istedadlarını kəşf edir. Valideyn övladını həvəsləndirdikcə onun istedadı tərəqqi edir. Sabah gələcəkdə sosial bir mühitə gedəndə özünü başqalarından geri qalmış bilmir, dəyərsiz bilmir. Niyə? Çünki vaxtında valideyn bu övladın istedadını kəşf eləyib, onu təşviq eləyib, artıq bu məsələlər onda formalaşıb, şəxsiyyət formalaşıb. İmam Hüseyn əleyhissalam həyatında biz bunu görürük, bəli görürük. İmam Hüseyn əleyhissalam, İmam Zeynalabdin əleyhissalamla bir dialoqu var və İmam Səccad əleyhissalamdan imam belə soruşur ki, xəstə olur, Həzrət onun yanına gəlir, soruşur ki, nəsə bir istəyin varmı? İstədiyin bir şey var. İmam Səccad əleyhissalam buyurur ki, atacan, mən istəmirəm o şəxslərdən, istəyim budur. Mən istəmirəm o şəxslərdən olum ki, Allahın tədbirinin qarşısında üsyan eləyirlər ya da sual eləyirlər. Mən niyə bu vəziyyətə düşdüm? Mən niyə bilirsiniz ki, Allahın təqdiri və tədbiri bu idi ki, imam xəstə qalsın. İmam buyurur ki, mən istəmirəm o şəxslərdən olum ki, Pərverdigar, mən niyə bu vəziyyətdə qaldım? Mən niyə meydana gedə bilmədim? Mən niyə yatağa düşdüm? Bəli. Gözəl bir şeydir bu. Allahın tədbirinə sözsüz tabe olmaq. İmam Hüseyn əleyhissalam övladını təşviq edir. Buyurur ki, afərin.
sən Cəddin İbrahimi Xəlilə oxşadın. Və imam məsələni daha da açıqlayır ki, İbrahim Peyğəmbəri oda atan zaman Cəbrail İbrahim Peyğəmbərə müraciət elədi ki, nəsə bizdən bir istəyin varmı? Cəbrail buyurdu ki, Allahın xəbəri var. İbrahim Peyğəmbər buyurdu ki, Allahın xəbəri var, mən nə vəziyyətdəyim, Allah mənə bəsdir. Baxın, həm söz ilə övladın İmam Hüseyin əleyhissalam təşviq elədi, həvəsləndirdi və həm də onu oxşatdı böyük bir şəxsiyyətə ki, Allah buyurur ki, sizin üçün o İbrahimdə böyük nümunələr var. İmamın istifadə etdiyi başqa metod övladın elm öyrənməsinə diqqət eləmək, onu dəyərləndirmək. Ümumiyyətlə İslam dinində siz bilirsiniz, tamaşaçılar da bilir ki, elmə, alimə çox dəyər verilir. Alimin üzünə baxmaq ibadətdir. Alimin qapısına baxmaq ibadətdir. İmamın, deməli Mədinədə bir şəxs var idi, Əbdurrəhman adlı bir şəxs. İmam Hüseyin əleyhissalamın Cəfər adlı bir övladına dərs keçirdi. Və Əlhəmdülillahi Rəbbil aləmin cümləsini bu uşağa öyrətmişdi. Bəli, imamın övladı həmin sözü atasının yanında dedikdə imam çox sevinir, müəllimi dəvət edir və 1000 dirhəm bir cümləyə görə 1000 dirhəm həmin bu müəllimə hədiyyə verir. Bu müəllim çox təəccüblənir. Çünki bir söz 1000 dirhəm, Həzrət buyurur ki, bəli, mən həmin bu sözü öyrətdiyinə görə sənə bu pulu verdim, bu hədiyyəni verdim. Elmə qiymət verir imam bu rəftarı ilə. Övladına da göstərir ki, sənin savadlanmağına mən qiymət verirəm. Sənin elmi öyrənməyin üçün mən pul xərcləyirəm. Başqa bir məsələlərə pulu xərcləmirəm. Elmə mən dəyər verirəm. Sən də elmlən. Rəftarı ilə övladına da göstərir ki, mən elmə bu qədər qiymət verirəm. Ümumiyyətlə, övladın savadlanması, xüsusilə də dini sahədə savadlanmasının valideynə bilavasitə faydası var. Həm bu dünyada, həm o birisi dünyada. Bu dünyada övlad əməli salih olsa, valideyn üzü ağ olar. Bizdə demişkən. O biri dünyada da valideynin əməl dəftərinə övladının yaxşı işləri yazılar. Həzrət Peyğəmbər əshabı ilə bir qəbirstanlıqdan keçirdilər. Peyğəmbər buyurdu ki, biraz tez keçək. Burada təzə bir qəbir var, ona əzab verilir. Tez həmin qəbirstanlıqdan keçdilər. Qaydan baş, mən dəqiq yadımda qalmayıb, həmin gün idi, yoxsa başqa bir vaxt idi. Peyğəmbər buyurdu ki, biraz yavaş keçək. Səhabələrin yadında qalmışdı ki, dünən biz buradan tez keçdik. Buyurdular ki, ya Rəsulallah, necə olur axı, siz keçəndə tez keçdiniz, qaydanda yavaş keçdiniz. Həzrət buyurdu ki, o həmin qəbrin övladı bugün Quran öyrənməyə gedib. Baxın, Fuad müəllim, Quran öyrənməyə gedib, hələ oxuya bilmir. Öyrənməyə gedib. Atası da göndərməyib, atası dünyasını dəyişib. Özü gedib. Allah bu qəbrin sahibini, onun övladı Quran oxumağa getdiyi üçün ona rəhmət nazil edib. Biraz yavaş gedək, o rəhmət bizə də şamil olsun, Peyğəmbər buyurur. İnşallah. Başqa qeyd olunması ən önəmli məsələlərdən biri İmam Hüseyin əleyhissalamın yeniyetmə və cavanlar ilə rəftarıdır. Yeniyetmə bilirsiniz ki, yetkinlik dövrünə yeni qədəm basana deyirlər. Bizim şəriətdə həddi buluq dövrünə. Onun cismində və beynində dəyişikliklər baş verdiyi üçün, onun hormonlarında dəyişikliklər baş verdiyi üçün o biraz çətin dönəmdə olur. Ona görə bir gün bir şey xoşlayır, bir gün bir şey xoşlamır. Cavanlardan söhbət gedir. Və ola bilər bir gün əsəbi olar, bir gün gülər, bir gün... Valideyn bunu bilməlidir ki, mənim övladım yeniyetmədir, yetkinlik həddinə təzə qədəm basır, təbiidir bunlar. Və mən buna uyğun onunla rəftar edim. Həmin məsələlərdən biri yeniyetmənin biz seçiminə qiymət verməyimizdir, dəyər verməyimizdir. Əgər mən övladımı elə tərbiyə etmişəmsə ki, və belə tərbiyə etməliyəm də ki, mənim övladım çətin imtahanlar qarşısında düzgün seçim etsin, öz xeyrinə olanı seçsin, pis şey seçməsin, mən onun seçiminə hörmət eləməliyəm. Əgər mən övladım belə tərbiyə etmişəmsə, əgər mən bilirəmsə, mənim yeniyetmə övladım düzgün seçə bilir, seçdiyi yolda düz yoldur, haqq yoldur, mən ona güvənməliyəm. Mən onun bu seçiminə hörmət eləməliyəm. İmam Hüseyin əleyhissalamın, İmam Həsən əleyhissalamın övladlarından biri cavan idi, yeniyetmə idi. Gəldi İmam Hüseyin əleyhissalamın yanına, onun qızlarından birinin elçiliyinə. Amma imama demədi mən hansı
qızın elçiliyinə gəlmişəm. İmam buyurdu ki, sən kimi istəyirsən, kiminlə ailə qurmaq istəyirsən? Baxın, imam qarşı tərəf yeniyetmədir. İmam da işləri işmət üzrədir. İmam qarşı tərəfə demədi ki, mən deyəni elə, mən deyənlə evlən. İmam buyurdu ki, sənin öz seçimin kimdir? Sən kimi özünə həyat yoldaşı görürsən, Seçim azadlığı verdi. seçim azadlığı verdi. Qarşı tərəfin İmam Həsən əleyhissalam övladı utandı. Burada biz tərbiyəvi məsələlərə görürük ki, böyüyə hörmət elədi, böyüyün qarşısında sükut elədi və imam onun bu həyasını gördü. Özü öz qızlarından birini ona verdi, Fatimə adında, və imam buyurdu ki, anama çox bənzədiyi üçün mən istəyərdim ki, sən onunla ailə həyatı qurasan. Ən önəmli məsələlərdən biri tərbiyədə əməli tərbiyədir. Yəni, biz saatlarla övladımızla danışa bilərik. Amma rəftarımız danışığımızın ziddinə olsa övladımız heç vaxt düzgün tərbiyələnməyəcək. Və dini mətnlərdə də var ki, insanları rəftarınızla, davranışınızla düzgün yola dəvət edin. Nəinki sözünüzlə. Hətta bəzi mətnlərdə var ki, sözdən əvvəl düzgün davranmaqla cəmaatı Allaha dəvət edin. Ailədə də belədir. Əgər mən övladımla düzgün rəftar eləməsəm, uşaq gördüyünü götürür. Mənim dediyim kimi böyümür. Mənim istədiyim kimi böyümür. Mənim olduğum kimi böyüyür. Mən necəyəmsə, necə yaşayıramsa, övladım da kopyalayır. Baxın, bizim el arasında da belə bir söz var. Uşaq evin güzgüsüdür. Nəyə görürsə kopyalayır. İmam Hüseyn əleyhissalam həyatında əməli surətdə öz övladlarına verdiyi tərbiyəvi mesajlar var. İmam şəhid olandan sonra Həzrətin belində bəzi yaraları gördülər. İmam Səccad əleyhissalamdan soruşdular ki, bu nə məsələdir? İmam buyurdu ki, bəli, atam hər axşam bu məsələyə qədər bir torba götürərdi, bir kisə götürərdi, çiyninə atardı və ehtiyacı olanların evinə gedərdi. Biz görürük ki, İmam Səccad da ölənə qədər bu işə davam edir. Yəni, atasından əməli surətdə məsələləri öyrənir. İmam heç kimə deməmişdi, sən də bunu elə. İmam özü edirdi, övladı da ona baxdı, yaxşı iş gördü, atasından özü təkrar elədi. Əgər biz tərbiyədə uğur qazanmaq istəyiriksə, imamın tərbiyəvi mesajlarına da diqqət etməliyik. Çox sağ olun, dəyərli Rüfət müəllim. Allah sizdən razı olsun. Siz də sağ olun. Çox maraqlı mövzuya toxundunuz. Minnətdarıq. Çox sağ olun. Bəli, əziz tamaşaçılar, bu günləri İmam Hüseyn əleyhissalamın sirəsində övlad tərbiyəsindən danışdıq. İnşallah gələn verişdə görüşmək ümidi ilə sağ olun, salamat qalın. الثقلين سراج الحرمين امام الثقلين سراج الحرمين Hamişiyalarından selam olsun Hüseyin'e Hamişiyalarından selam olsun Hüseyin'e Hüseyin sabah sabahdır Hüseyin Zahra ziyadır Hüseyin derde devadır Hüseyin baberacadır O gerçi vətən etmiş Adi kerva beladır Əcəb ali benadır Onun sakbı teladır Hemen kubbenin hatta